Ürəyinizdən yaxşı qonaqlıq keçirsə, ya da kiminsə sizə qonaqlıq borcu varsa, gəlin bura. Bəri başdan deyim ki, dostlarıma qonaqlıq borcum vardı və harda oturaq deyə fikirləşəndə qonaqlıq restoranını təklif elədilər. Dedilər ki, ürəyini buz kimi saxla, bahalı yer deyil. Beləcə gəldik qonaqlığa. Mən açığı bu qədərini gözləmirdim. Həm gözdən könüldən uzaq, həm də şəhər içində yerləşən bu şedevr məkan əsl məclis adamlarının yeridir. Bu tərif deyil, təsdiqdir. Gördüklərimi təsdiq eləyirəm və sizinlə bölüşürəm. Gördüklərim nə idi? Məkanın kabinetləri, 100 nəfərə qədər banket zalı, parking üçün geniş həyəti və göz dincəldən yaşıllığı var. Bunlar öz yerində. Yoldaşlar, keçirik o biri məsələyə. Vajni məsələyə. Vajni məsələ buranın mətbəxidir. Soyuq qəlyanaltılar, salatlar, turşular, məzələr həyətdəcə adama gəl-gəl deyir. Baxdıqca adamın həyat eşqi artır. Amma əsl eşq deyim nədir? Ocaq tüstülü qazan yeməkləri. Bu nədir? Sulu şapalaq. Sulu şapalaq. Bunun qurusu indi gör adamı nə günə salır. Sazanın buğlaması. Bu hinduşka şabalı. Damaşni tuşonka. Zingi də içindədir ya. Bu şirəli danadır. Bəli. Bu nədir? Uzun buğlaması. Şirəli xoruz. Bəli. Bu da can ətli turşu. Bu da can əti turşulu. Ye cana gəl. Onu da deyim ki, bura həm də Mingəçevir balıqları ilə məşhurdur. Könlü balıq istəyən yolunu buradan salsın. Mingəçevir sudakı, qarmaqla tutub çay balığı. Qiymətlərə gəlincə tam səmimi deyim ki, aşağı-yuxarı hər yerdə olduğu kimidir. Hətta bəzi yeməkləri çox yerdən daha ucuzdur. Bir dəfə gedin özünüz görəcəksiniz. Restoran Bakı kənar dairəvi yolunda, şəhər qayısının yaxınlığında, Naftalan sağlamlıq mərkəzinin içində yerləşir. 206 düz qabağından keçir. Heç nə yox, bir dənə restoranın arxasından açılan panoramaya baxın. Ayrı heç nə demirəm. Mənzərə bir mənzərə. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.